Salam dostlar. Göründüyü kimi kvadrat verilib. Kvadratın bir tərəfi M nöqtəsi ilə 3 bərabər hissəyə bölünüb. AM DN-ə perpendikulyardır. MD 9 kök altı 5 olarsa kvadratın sahəsini tapın. Göründüyü kimi bu iki üçbucağa oxşar olacaqdır. Çünki bura 90 dərəcədir. Bu da 90-dır. Bir tərəfdən də bu bucağın iki tərəfi uyğun olaraq bu bucağın iki tərəfinə perpendikulyardır. Yəni bucaqlar bərabərdir. BB əlamətinə görə bu üçbucaqlar ikisi oxşar olacaqdır. Aydın ki, bu bucaqlar da bir-birinə bərabər olacaq. Oxşar üçbucaqların uyğun tərəflərin nisbəti bərabərdir. Bilirsiniz, bura A etsək, bura A olsa, bura 3 olacaq 3A. Fiqur teoremindən AM bərabərdir. Kök altda 10A olacaq. İndi nisbəti yazsaq, deməli olacaq bizdə kök altda 10A bölək 3A bərabərdir 3A bölək 9 kök altda 5. A-lar gedir və buradan istifadə edib A-nı tapsaq, A bərabərdir kök altda 50 və yaxud da 5 kök altda 3, 2 alarıq. Aydındır ki, bu kvadratın tərəfi 3A-dır. 3A bərabərdir 15 kök altda 2. Aydındır ki, sahə də bərabərdir bunun kvadratına, yəni 15 kök altda 2-nin kvadratı. O da bərabərdir 225 vuraq 2, 450. Baxın, bax belə. Cavab Y variantıdır. Əgər video sizin xoşunuza gəldisə, xahiş edirəm like edəsiniz. Abunə deyilsinizsə, kanalıma abunə olasınız. Çox sağ olun.